Hər birinizi salamlayıram, əziz 9-cular. Bugünkü sınavımız 5 apreldə keçirilən sınavdır. Deməli, bunun izahatlarını verəcəm sizə. 31-ci sualdan başlayaq, çünki riyaziyyat 31-dən başlayır. Deyir, köklərin A-sını tap. Viet teoreminə görə x1 vurulsun x2 bərabərdə sərbəst həddi, yəni bunu -8-i nəyə bölərik? 2-yə. Bu neçə olacaq? 4 mənfi. Cavab Y bəndi. İştiraklanmış hissəyə uyğun hansıdır? Burada deməli cavabımız nə olacaq? Deyir, cavabımız, bunu nəzərdə saxlayaq. A ilə B-ni birləşdirib, hamısı budur, hamısı. A ilə B-ni birləşdirdim, bu oldu. Və ondan C ilə kəsişdirir. Kəsişməsi bu hissə olur. Bu hissə. A ilə B-nin birləşməsinin C ilə kəsişməsi. Ondan da çıxıram, bu üçünün kəsişməsi. A, kəsişmə B, kəsişmə C. Bu da olacaq A bəndi. Digər variant yoxdur burada. Cavab Y bəndi. Perimetr olan hündürlüyü perimetr 32-dir. Romdan söhbət gedir. Belə deyək də. Bütün tərəfləri bərabər olan paralelogramdır romb. Deməli, 32-ni bölürük 4-ə. Elir 8. Yəni, hər tərəfi 8-dir. Və hündürlüyü də deyir, neçədir? 6-dır. Sahasını tapırıq. Tərəfi vururuq hündürlüyə. 6-ya. 48. A bəndi. Deyir ki, 34-də n-in neçə natural qiymətində bu 12 bölünsün n ifadəsi də naturaldır. 12-ni 1-ə bölsəm natural olar. 12-ni 2-yə bölsəm natural, özü natural eləyəcək. 12-ni 3-ə bölsəm naturaldır. 12-ni 4-ə bölsəm naturaldır. 12-ni 6-ya bölsəm naturaldır. Bir də 12-ni 12-yə bölsəm olar. 1, 2, 3, 4, 5, 6 dənə həll var. Cavab C bəndi. Burada nə edəcək? Bizə y-in kvadratını soruşur. Bunu parçalayaq. X kvadratı plus 2xy, bir dənə də y kvadratı plus y kvadratı yazırıq 19. Bu x plus y-in mötərizə kvadratıdır. Bunu belə yazaq. Bunun kvadratı yüksəlsə, bu olacaq x plus y-in nə olacaq? Kvadrat plus y-in kvadratı bərabərdir 19. Bu da 4 kvadrat 16 plus y-in kvadratı bərabərdir 19. Y kvadratda birbaşa 3 yaza bilərsin. Cavab B bəndi. Deyir, ədədi faizə çevir. Faizə çevirmək üçün nə edəcək bunu? 100-ə vuracaq. Vuracaq 100-ə. 100-ə vuranda 2 dənə 0. Bunu getdi bu bura, bu da getdi bu bura. Bu olacaq 12 tam 10-8 faiz. Keçirik növbəti suala. Deyir ki, 2 paralel düz xəttdir. 3-cü düz xəttdən kəsəndə. Deməli, alınan uyğun bucaqlar. Tutaq ki, bu alfadır, bu uyğun bucaqdır, bu da uyğun bucaqdır, beta. Uyğun bucaqlar bir-birinə bərabərdir. Ona görə belə yazacaq. Betana bərabər eləyəcək alfaya. Bettanı alfaya bərabər eləyəcək. 3m plus 12 bərabərdir 36. 3m bərabərdir 24. M də bərabərdir 8. Sonra bunu istəyir. Bunu bir kvadrata yüksəldək. Görək nə olur bizdə. Bu da kvadrat. Bu olacaq a kvadratı plus 2 vurulsun a vurulsun a üstü mənfi 1 plus a üstü mənfi 2 bərabərdir 25. Bu özü a üstü 0 verir, o da 1'dir. Qaldı a kvadrat plus a üstü mənfi 2 bərabərdir. 2-ni 1'ə vuran 2, 25-dən 2-ni çıxırıq 23. Birbaşa cavabı 23 tapa bilərik. Cavab B bəndi. Burada nə edirik? Təklik onluq yüzlük. Yazırıq 100A.
Üstüne gelsin 10b plus c. Burada da 100b üstüne gelsin 10c üstüne gelsin a. Burada da 100c plus 10a plus b. Burada neçə oldu? 110 111 a. Oldu 111 b. Bu da 111 c bərabərdir. 111'i çıxarsam mötərizə xaricına a plus b plus c. 111'i də vuracaq. Bu cəmdə 12'dir. 12'ye vuracaq. İndi bunu özünüz vura bilərsiniz də. Bunun cavabı 1332 edir. Keçirik növbəti suala. Deyir ki, hansı ədəd irrasionaldır? Bu kökdən çıxma irrasionaldır. Üstünə hər hansı bir ədəd də gəlsən irrasionaldır. Bu irrasionaldır. Bu da irrasionaldır. Kökdən çıxma. Bu da irrasionaldır. Bu da 3-cü dərəcədəndir. Bu da kökdən çıxma irrasionaldır. Bu 4-cü dərəcədəndir. Bu 2 çıxır. Bu rasional olur. ABCD kvadratında adi tərəfi ABCD kvadratdır. Adi tərəfi AC-ni üsbücanı AY tərəfi üzərində deməli AC üsbücanı AY tərəfi üzərindədir. AD tərəfi AY-ın üzərində AYC 30 AYC 30 32 dərəcədir. AC yeni tapın. AC yeni. Bu bucağı soruşur. Bütöv. Bucaq AC yeni soruşur. Burada fikir versəz, kvadrat olduğuna görə diagonal kvadratı bölür yarıya. Yəni bunlar oldu bərabər yanlı düzbucaqlı üçbucaq. Bu da olacaq 45. 45 oldu. Birbaşa bunu tapa bilərik. 180'dan çıxaram 45 ilə 32-ni. 180 çıxılsın. Bu necə edir? 77. Bölür axırı 3. 11'dən də 7. Neçə olacaq? Yox. 0. 103. Deməli 103 dərəcə. Burada nə edirik? Birinci əmsallara fikir verək ya da bunu açaq. Bu oldu A üstü, bu 1'dir də, A üstü 3, B üstü 6. Bu da oldu 4'də 1 vurulsun, 2 üstü 5, 32'dir. A üstü 2 mənfi, vurulsun B üstü 3, vurulsun A üstü 3, vurulsun B üstü 6. Bunlar ixtisar getdi, qaldı 8. 8, A üstü mənfi 2 ilə A üstü 3'ü vuranda üstlər toplanır, qalır A. Vurulsun B üstü də 9. Görə bu hardadır? 8 A, B üstü 9. Cavab cəbəndə. Növbəti sualımız deyir ki, vurğuları ayırın. İndi burada nə edək? Yəni bunu qruplaşdıraq. 8x plus 2x görək nə alınır. Və buradan da 3y plus 12. Niyə? Çünki mötərizəyə atdıq, mənfi var qarşısında. 2x'i çıxarsam qalacaq 4 plus y. Buradan da 3'ü çıxarsam y plus 4. Yəni bunlar eynidir. Mötərizə xaricini atsam qalacaq burada 2x minus 3. Y plus 4. 2x minus 3. Cavab D-bəndi. Bütün tillərin uzunluqları cəmi 48 olan kubun tam səthinin sayısını tapın. Kubun bütün tilləri 12 dənə tili var. 12'ye bölürük 48'i. Bir dənə tilini tapırıq. Çünki kubun bütün tilləri bərabərdir. Qaldı 4. Sahasını tapırıq. Deməli kubun tam səthi. Kubun tam səthinin sahası da 6 dənə A kvadratdır. Çünki bütün üzləri kvadratlardan ibarətdir. 6 dənə üzü var. 6 vursun. 4 4'ün 16. Bu da edir 96. Bəndi. İfadənin qiymətini tapın.
Burada nə edəcək? Belə fikirləşək. Tutaq ki, 2 kökdə 2, kökdə 3 minus kökdə 2. Bunu da yazaraq kökdə 2-ni çıxardarıq. Çünki bu kökdə 2 vursun kökdə 2-dir. Bu da kökdə 2 vursun kökdə 3-dür. Kökdə 2-ni çıxarsaq kökdə 2 minus kökdə 3 qalacaq. Və bununla bu fikir versəz, oxşuyur, amma işarə fərqi var. Nə edirik? 2 vurulsun, burada mənfini atıram qabağa. 2 kökdə 2, kökdə 2 minus kökdə 3 yazıram. Burada kökdə 2, kökdə 2 minus kökdə 3. Və bunlar ixtisar gedir. Kökdə 2-lər də getdi. Cavab -2. Cavab Y bəndi. İfadəsini ala biləcək tam qiymətləri tapın. Deməli, bunu belə yazarım. Ən rahat yolunu sizə göstərirəm. 3də 1-dir. Hər tərəfini 3də 1-ə vur. Oxşuyur. Alındı. Bu oldu 2 kiçikdir. 3də 1A kiçikdir 6. Sonra nə var? 2 var. Deməli, bunların hər tərəfini 2 əlavə edirəm. Bu oldu 4 kiçikdir. 3də 1A plus 2 kiçikdir 8. Ala biləcək tam qiymətlərin cəmini tap. Deməli, 4 üstünə gəlsin 5, üstünə gəlsin 6, üstünə gəlsin 7, üstünə gəlsin 8. Bunun tam qiymətləri budur. Və bunların cəmini istəyir. Bunlar 10'dur. Bu da 15, 25, o da 5, 30. Cəm 30'dur. Sonra nə istəyir? Deyir ki, M nöqtəsinin ucları bu nöqtədə olan parçanın orta nöqtəsi olarsın. Deməli, M nöqtə orta nöqtədir. Neyinib? -5 üstə x-i gəlib bölüb 2-yə bu eləyib. -2 eləyib. M onun orta nöqtəsidir. Belə deyildi sizə. Tutaq ki, bura A nöqtəsidir. Bura -5, 3, B nöqtəsi olsun, x, y. Burada da M nöqtəsi də buradadır, ortada. M, -2, 6. Nə deməkdir? -5 üstə x gəlib bölüm 2-yə -4 eləyib. Burada da -5 plus x bərabərdir -4. İkisi də toplamda 1 eləyir. Digər tərəfdən də 3 üstə y gəlsən bölsün 2-yə neçə edir? 6 edir. 3 plus y bərabərdir 12. Y də olacaq 9. Bu cəmini istəyir. X 1'dir. Bu da 9'dur. Cəm 10. 3 arızı tək ədədin cəmi 81 olarsa. Deməli, biri x-dir. Tutaq ki, 1-dirsə, o birisi tək ədəd neçə gələrəm üstünə? 2 gələrəm. Biri x-dirsə, o birisi də x plus 2. Növbəti o birisi də x plus 4. Əvvəlkin üstünə 2 gəlirəm. Bunların cəmi eləyir 81. 3x bərabərdir 81-dən də çıxıram 6-nı. Bu olur 75, x olur 25. Böyüyünü tapın. 25 budur, böyüyü də budur. 25 üstə 4 gəlirəm. 29. Cavab. Düz bucaqlı, iç bucaqda C bucağı 90'dır. AB 13'dür. AB burada 13'dür. BC 12'dir. Və AC-ni bu bucağı istəyir. Və Pifagora görə AC-ni tapa bilərəm. AC bərabər kök altında 13'ün kvadratından 12'nin kvadratından çıxsa, bu olacaq 169 çıxırsın 144. 25 eləyir. Bundan da 5 çıxır. Burada oldu 5. İndi bu da tangents alfanı tapsa, tangents alfa necə? Nədir? Bucaq qarşısına katetin, yəni 12'nin bitişik katetə nisbəti, 5'ə nisbəti. Və 2,4. Sonra 50-ci sual. A məntəqəsində ilin ilk 6 ayında düşən yağıntının miqdarı cədvəldə verilmişdir. Düşən yağıntını bu aylar üzrə orta aylıq miqdarını hesablayın. Deməli 6-dan aydır. 1, 2, 3, 4, 5, 6. Və bunları cəmləyirsən. 32 üstünə gəlsin 28, üstünə gəlsin 36, üstünə gəlsin 33, üstünə gəlsin 25, üstünə gəlsin 20. Bölürü 6-ya. İndi görək bu cəm neçə edir? Deməli 174. Onu da bölərik 6-ya. Bu da necə? 29. Deyir, CA nisbətini tapın. Burada fikir versəz,
E, B burada 3'tür. Burada ise B 6'dır. A'nın B'ye nisbətini verib 1'in 3'ə nisbəti. B'nin də C'yə nisbətini verib 6'nın 7'yə nisbəti. Burada B 3'dürsə, burada da 6'dır. Deməli, bunu 6'ya çevirmək üçün neçəyə vururuq? 2'yə. Onda bunu da 2'yə vururuq. 2, 6 olacaq. Bərabərləşdi belər, bəli. İndi C'nin A'ya nisbətini soruşur. C burada 7'dir, A da burada 2'dir. Yəni K da yaza bilərik də burada nisbətlərdə. Bu da olur 3,5. Deməli, indi qaldı 52. Və burada nə edirik? Bütün iki rəqəmin natural ədədləri bir dəfə olmalı, eyni ölçülü kartlara yazılaraq qutuya atırlar. Qutudan təsadüfi olaraq çıxaran bir kartın 9'a qalıqsız bölünən, lakin 5'ə bölünməyən ədəd olması hadisəsinin ehtimalını tapın. Deməli, 9'a iki rəqəmli ədədlər neçədən başlayır? 10'dan başlayır. Gəlir 99'a kimi. Görək neçə dənə ədəd var burada. Belə yazaq. Bunların ikisini də daxil edirik. Daxil olma şərti var. İkisi də əgər daxildirsə, iki rəqəmlidirsə, 99'dan 10'u çıxaram, üstünə 1 gələrəm. Bu olur neçə? 89 üstünə 1, 90. 90 dənə iki rəqəmli ədədi var. Deməli, bütün mümkün hallar 90 dənədir. Ehtimalını tapanda. Mümkün hallar, bütün mümkün hallar. Mümkün halların sayını yazaq. Bir də bunlarda əlverişli olacaq. Əlverişli halların sayı. İndi buradan deyir ki, 9'a bölünsün, amma 5'ə bölünməsin. 9'a bölünənləri yazırıq. 9'a bölünən iki rəqəmlilərdən 10'dan öncə keçdi bu yana. 18, 9, 2018, 9 üçün 27, 9, 4'ün 36, 9, 5'ün deməli 45, 9, 6'ın 54, 9, 7'nin 63, 9, 8'in 72, 9, 9'un 81, 9, 10'un 90, 11'ə vuranda da 99. Bura kimi getdi. 5'ə bölünənləri çıxıram. Bu getdi buradan. Bu da getdi 5'ə bölünən. Qalanları 5'ə bölünməyəcək. 5'ə bölünməyən ədəd olması hadisəsinin 9'a qalıqsız bölünsün, lakin 5'ə bölünməsin. Deməli, buradakiləri seçirik. 1, 2, 18, 20. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. 8 halı var. Əlverişli hal. 2'ye bölürük 4. Burada 2'ye bölürük 45. Güzel. Geçtik bura. AVS süzağında M'in AC'ye paraleldir. B'nin 2K NC'ye nisbəti 3K. MBN üçbucağın sahəsini ABNC dördbucağın sahəsine olan nisbətini tapın. Deyir ki, MBN, yəni bunun sahəsi S1, buranı da yazaq S2. S1'in S2'yə nisbətin deyir tapın. Və burada nə edirik? Buranın bir qamma bucağı götürək. İndi buranın S1'i balaca yazaq, burada S1. Buranın qamma bucağı götürək. Bu bucaq hər birinin bucağıdır. MN də şərt verib. Bunlar paraleldir. Paraleldir isə 2 paralel düzsatı 3-cü düzsatını kəsəndə deməli uyğun bucaqlar bərabərdir. Bunlar bərabərdir. Bu da alfa alfa, buranın da beta beta. Deməli 2-dən oxşar üçbucağı əmələ gəldi. Hansı üçbucaqdır? MBN üçbucağı oxşardır ABC üçbucağına.
Deməli, üçbucaqda belə bir şey var. Və yaxud da dördbucaqlarda oxşar fiqurların tərəflərinə nisbətən olan sahələrin, deməli, tərəflərin kvadratlar nisbətinin kvadratı sahələrin nisbətinə bərabərdir. Belə yazaq. Buradan BN-in BC-yə nisbətinin kvadratı S1-in S2-yə nisbətidir. B neçədir? 2K-nın bütöv 5K-ya nisbətinin kvadratı bərabərdir S1-in S2-yədir. Onda S1-in S2-yə nisbəti olacaq 25'də 4. S1 olsun, bura olsun 4S. Bütövü də 25'dir. Onda burada qaldı 21. 21. Belə deyək də. S yazmayaq. Bura 21. 21 Y olsun. Bura olsun 4Y sahələri. Nə istəyir? İndi qaldı deyir ki, bu 4'ün bunların balaca üçbucağın bu trapesiya olan nisbəti. 4'ün də 21'ə nisbəti. Bu da oldu cavab. 4'ün 21'ə nisbəti. Çox. Deməli, o mərkəzi olan çevrənin M-in vətəri AB diametridir. K nöqtəsində kəsir. OK 4'dür. OK 4'dür. Bu balaca hissə 4'dür. AK X. Burada X'dir. MK X plus 1. MK aradı. Burada oldu X plus 1. NK burada olsun X plus 6. Onda bura nətər oldu? X plus 4'dür. Mərkəzdə axı. Radiusdur. Onda burada X plus 4'dür. Və bu hissənin X'i vururam bu hissəyə. 8 plus X'ə bərabər olmalıdır. X plus 1'i vururam. 6-cı sinifdədir bu qayda. Əgər vətərlər kəsirsə, bu kəsmə hissələrin hasili bir-birinə bərabərdir. Yəni MK-nın KN-ə hasili AK-nın KB-yə hasilinə. Bu da oldu. X'in kvadratı plus 8X bərabərdir X kvadratı plus 7X plus 6. Və bunlar islah olundu. X bərabərdir 6 oldu. Çevrənin radiusunu tapın. X 6'dırsa bu ümumi neçədir? AO da radiusdur. Oldu 10. Keçirik 55-ci. Sonuncu sualdır. Deyir ki, M parametrinin neçə tam qiymətində bu funksiyanın təpə nöqtəsi birinci rubda yerləşir. Birinci rubda. X, Y. Birinci rub, yəni bu tərəfdədir də bu olar. Belə bir şeydir. Bunun M-i buradadır, N-i də buradadır. Deməli, N də böyükdür 0-dan, M də böyükdür 0-dan. M-ə baxaq. M bərabər nədir? Mənfi 1 bölünsün 2A-dır. O da bərabərdir müsbət M. Yəni, bu nəyə görə belədir? Mənfi, bir də mənfi M var. Bölünsün 2 vursun 1. M bölünsün 2 böyükdür 0-dan. Digər tərəfdən N-i də böyükdür. N nədir? 4AC minus B kvadratı bölünsün 4A. Bu da N'in düsturudur. 4 vursun A 1 vursun C 4'dür. Çıxırsın B kvadrat, yəni M'in kvadratı bölünsün 4 vursun 1. Bu özü də 0-dan böyükdür. Deməli, 0-dan böyük olması, sürətin 0-dan böyük olması lazımdır. Qaldı 16 minus M'in kvadratı böyükdür 0.
Bunun köklərini tapsam, m kvadrat bərabərdir 16, m bərabərdir plus minus 4. Və yaxud da vurğuları ayırma ilə yaza bilərik. 4 minus m, 4 plus m. Bunun kökləri olacaq, ədəd ox çəksəm. -4, 4. 4-dən böyük qiymətlər qoyanda mənfi verir. -4-dən kiçik qiymətlər qoyanda deməli, bu da mənfi verir. -4 ilə 4 arasında qiymətlər yazanda müsbət verir bu ikisinin hasılı. Bizə də nə lazımdır? -4 ilə 4 arasında. Burada da m böyükdür 2. İndi bunların ikisini bir yerdə yazaq. Burada yazaq. Bizə 4 ilə -4 ilə 4 arasında qiymətidir. Bunlar ikisi ödəyirdi. Bir də sıfırdan böyük. Sıfırdan böyük. Buradan da böyük. Hara düşdü bunun kəskinməsi? 0 ilə 4 arasında. Və burada da nə var? 1, 2, 3. 2, 3. Nə soruşur bizdən? M polinin neçə tam qiymətində? 3 dənə tam qiymətində birinci qrupda yerləşəcək. Sualımız bu qədər. Bir də baxaq, görək nə qalıb. Bu qədər. Sağ olun.